Hamıya kitabım çıxır. Uzun aylarda oturup yazdım. Sonra silindi, sonra təzədən yazdım. İndi də çıxır. Başda çıxmağı qəribə gəldi, çünki neçə vaxtdır gözləyirdim, çıxmırdı. İndi birdən-birə oldu, hamısına görə qəribə gəlir çıxmağı. 100 dənə verəcəkdik çapa. Sonra dedi ki, ilk 50 dənə verək, test çıxsın. Dedilər, test 2 günə çıxır. Ya ki, yox, elə bir şey olmalıdır. Həm də mən çıxan ilk kitabımda deyə özümə də qəribə gəlir. Qapağın axırda göstərəcəm. Kitabda mən çox adam dəstək olmadı. Sən dil ədəbiyyat müəllimimiz Güney müəllim sağ olsun. Operalardan danışanda dedim ki, mən bax kitab yaza bilərəm. Sonra gəldim evə, mən danışdım evdəkilərə ki, mən belə bir kitab yazmaq istəyirəm. Ona dedi ki, ged yaz, əlindən aldılar. Sonra mən gittim kitabı yazdım. Sonra dedim ki, çıxartdıraq. Prosta bəzi səbəblərdən dolayı kitabı çıxartdıra bilmədik. Həm də ki, məsələn, mən kitabı deyəndə ki, mən kitabı çıxartdırıram. Çox adama deyirdi ki, Gülər niyə kitabı çıxartdırır? Rüveydə müəllim sağ olsun, o da çox dəstək olurdu mənə. Və ən birincisi, mamamla atama təşəkkürlərimi bildirirəm. Yəni, onlar dəstək olmasaydılar, bir yerə gəlib çıxa bilməzdim. Belə ola bilməzdi hər şey. Və kitabın başdan ayağa bütün forması dəyişdi. 2024-də əslində bir kitab fikri var idi, kitab yazarım. Prosta mini fikirləri yazdım. Dedim ki, əsas kitabı sonra yazaram. Nə vaxt ağlıma belə mükəmməl bir fikir gəlsə, onu da yazaram. Mükəmməl fikir də ki, hələ ağlıma gələnlər deyil. Sən bu yazıları göstərim. Belə yazılar yazırdım. Onu deyə bilmirdim, çünki ürəyim istəyən bir yazı formalaşmırdı orada. Sonra dil ədəbiyyat müəllimimiz bu sinifdə danışanda ki, ilk opera belə olub, sonra opera Azərbaycanda yarandı. Dedim ki, mən vaxtda gəlib kitab yaza bilərəm. Kitabın əsas mövzusu hələ də elədir. 1800-cü illərdə keçən bir əsərdir. Orada Yongi ilə Hosok olur. Yongi oğlandı bu arada, Hosok qızı, çox qarışdırırsınız. Mövzusu belə 1800-cü illərdə keçən bir əsərdir. Musiqidir, yazmaqdır, oxumaqdır, rəqs eləməkdir. Bunlar qadağandır, çünki ayıb bilinir. Sonra edam da var. Yəni, musiqi çalınır, edam olunur. Yəni, nə bilim, rəqs eləyənlər edam olunur. Edama da baş qaldıran iki gəncin hikayəsidir. Kitabın əvvəl adı Benim Laviniyam idi. Kitabın adı o qədər dəyişilib. İlk Benim Laviniyam oldu. Bu arada kitab türkçədir. Adı Benim Laviniyam oldu. Solanvat oldu. Vaatda söz vermək deməkdir. Solan, verilən sözü tuta bilməmək mənasında idi. Sonra dedim ki, bu çox spoiler olur. Axırını danışa bilmirəm. Çox spoiler olur. Ona görə Solanvatı götürüb, həm də çox adam başa düşməyəcək. Ona görə götürüm. Sonra Siyahku qoymaq istədim. Amma Beyza Aksoyun elə bir kitabı var deyə, o kitabı eləsəm ki, 2 də eyni adda olacaq. Ona görə dedim ki, yox, başqa bir şey eləyim. Sonra Uykulu Çiçəklər oldu adı. Çünki Hosok'un anemon gülündən xoşa gəlirdi. Daha çox güllərdən də söhbət gedirdi. Amma ondan da çox söhbət şeydən gedirdi. Bu quşundan. Yəni, məsələn, Yongi ilə Hosok bir şey yaşayırsa, bu quşu pərdə arxasında o əks elətdirirdi. Sonra mamamla danışanda mamam dedi ki, adı ola bilər, Qanadsız Qu. Əvvəl mənə qəribə gəldi. Sonra fikirləşdim ki, həqiqətən də heç bir də olmayan bir şey yazmaq istəyirəm. Həm də ki, spoiler olmaz, nəysə, spoiler verməyəcəm. Əsas kitabı oxuyub bəyənsinlər, ya bəyənməsələr. Yazdığım bir iki səhnə var idi. Mən köhnə kompüterimdən atmışdım. O kompüterdə də yazıların hamısını kopyalayıb atanda proqramları kopyalamışdım. Yarısı kopyalanıb, yarısı kopyalamayıb, qayda edilməyib, qalıb qıraqda. Həmişə elə silinmişdi. Sonra həmişə elə mən benim rəhbər gələcək. Əvvəl, bir ki, kitabın əvvəl sonu fərqli idi. Kitabın sonu ironik son olacaqdı. Kitabı oxuyur məsələn, açdı, kitabı qoydu, qabağını oxudu. Axırda belə eləyəcəkdi. Tardı. Bəlkə kitab sonu olur. Kitabın sonu belə olacaqdı. Amma
İndi tamam fərqli olacaq. Özür məsələn xarakterlərdən də çox şey dəyişdirdim. Çox xarakteri daha belə canlı görünəcəkdi. Həyata olan enerjisi daha böyük olacaqdı. Yəni Yongiyə baxanda daha belə işıqlı olacaqdı, ümidli olacaqdı. Amma hələ də Yongiyə baxanda elə ümidlidir sadəcə. Yəni o vaxtlarda xoşbəxt olanda belə edamda, yəni o yəni hələ də ümidlidir. Hələ də Yongiyə baxanda ümidlidir. Yongi onun ümidlərinə güvənir, özünə güvəni olmasa da o güvənir, bil ki, o şey eləyirsə düz eləyir. Saat neçədir? Saat 1-dir. Yox, saat 2-dir. Keçdi. İllərdir beynimdə yaşayan bu əsəri indi hamı oxuyacaq. Kitabın olmasaydı həyatım nətər olardı? Məsələn, kitab ilk başdan məsələn kitab yazmağa başlamasın. Mən kitabı yazmağa düz 4-cü sinifdə mən həmişə günlük yazıram. İndiyə qədər mən ancaq erkən vaxtlarımda mən heç kimə zorba qalmamışam. Bütün vaxtımı ancaq şeylə keçirmişəm. Günlük yazmam. Tavanda məsələn otururam. Ya da məsələn məktəbdən gəlirdim. Mənim dostum yoxdur. Yeyiniyim, sıxılırdım, oturub özüm üçün yazı yazırdım. Yazı yazırdım. Sonra 5-ci sinifdə çox qısa hekayə yazdım. O da şey haqqında idi. Bir də oğlan olur, adı Ceon olur. Ceon'u ailəsi istəmirdim. Sonra Ceon gedir, böyle qaçırırlar, Ceon özünü öldürür, nəmli olur. Çox belə cringe bir şeydi. Yazımda belə mini bir şey olduğuna görə mənə hələ də xoşum gəlir. Belə də saxlayıram. Yəni kitablarım olmasaydı, böyük ehtimalle yazı yazmağa başlamasaydım, bəlkə də birilərinin anım yaxşı ola bilərdi. Mən bu kitabı yazanda düz 7 dəfə silmək fikri gəldi getdi. Çünki bəzi səhnələr var ki, məsələn, səhnə yazın, o düşmənlərin gəlməyi var idi. Bütün alimi qarışdırır da onlar məsələn. Düşmənlər gəlir, gedir, bunları araşdırır, bunları tapaladılar. Yongi'nin Usoq'u tapaladılar, Yongi'nin Usoq qaçıb, bunlar ora gəlmədilər, onlar bura gəlirdilər təzədən. Belə döngü var arada. Məsələn, bir də şey var idi, mən bu yazıları yazanda, oradakı yazılarımın hamısını 8-ci sinifdə yazmışam. O da anksiyetem var idi. Nəysə danışa bilmirdim, əlimi yamacını salırdım. Zat onda sıxılırdım. Bir iki məndə deyil ki, məsələn, dərs danışa bilmir. Ona görə çox yazırdım. Bir iki qız oxuyur məsələn, deyir ki, həqiqətən sən bu yazılara baxanda yazıcı vibe'ını verirsən. Amma mənə görə hələ də tam yazıcı yerinə gedib oturmamış. Absurd ilkin fikirlərim çox idi. Sonra Tegmin Song'u da qoşacaqdım. Sonra fikirləşdim ki, bura çox xarakter qoşacağım. Allah'ın adları başqa adlardır. Qarışdıracaqlar. İstədiyim kimi bir şey alınmayız. Ona görə dedim ki, elə 4 dənə xarici xarakter bəs. Az kitab özə türkçədir. Bir də şey var idi, playlist listəsi. Yəni, məsələn, çox qabarıq listələrim var idi. Oxuyub bir kesin mahnılar idi. Məsələn, Black Swan idi. Onsuz ilhamını çox mən oradan götürmüşəm. Black Swan'ın meyvəsi çox həddindən artıq mən yazdığım kitab vibe'ını verir də. Gedin ona baxın. Qulaq asın. Çox zor bir şeydir o. Kitabımda daha çox şeylər oxuya bilər. İstədikləri yerə gedib çata bilməyənlər. Yəni nətər? Mən ailəm mənə hər şeyə icazə verir. Məsələn, mən istəyirəm ki, yazar olum, deyəcəklər ki, yazar da ol. Amma məsələn, işi irəlilədə bilmərsən, gələcəkdə pul qazanmaqdan gedib filan yerdə deyişdə, oradan da pul qazanır. Yəni, yazar olmağıma hep söz deməyəcəklər. Amma məsələn, mən kitabımdakı xarakterlərin ailələri, yəni valideynləri onlara icazə vermirdi ki, istədikləri sahəyə geçsinlər. O kitabı yazanda anı qalan şeylər. İlk olaraq otaq. Burada da şeydir, baxdığım filmdən alıntıdır. Ona görə buraya yapışdırmışam. Məsələn, bunlar heç, məsələn, bu yazı olsun, bu olsun. Bunlar olsun. Olsun kitabımla bağlı şeylər, hətta yuxarıdakılar da. Ən ağır yazdığım bölüm axırıncı bölüm idi. Bir mavi cəhənnəm idi. Bir də son 7 dəqiqə. Bir də şey var idi. Bölümün adı yadımda deyil, amma Yongi bunları takip edən adamları öldürməyə gedir. Nə ucundan, dökcünü yox. Onların takipçiləri var. Onları öldürməyə gedir. Öldürdü, gəldi. Amma yəni çox belə şeydir, yəni şəhərdə yaşayan hamı, ölkədə yaşayan hamı
şeydir, namusundan səhvdən qorxurlar. Məsələn, onların doğrultduğu silahlardan qorxurlar. Amma yəni yan göz silahları keçib gedəndə silahların içinin sadəcə boş olduğunu görür. Nə qədər özlərini güclü göstərsələr də, onların yəni arxalarında duran tək şey o edam masası idi. Bir şey də var. Oturmusan məsələn, yazın. Cümlə biri xoşuna gəldi. 40 dəqiqə otur cümləyə bax, sonra o cümləyi edit düzəlt, sonra cümlə, nə bilim, hər yeri yapışdır, bütün dəftərlərində o cümlə yer alsın, elə bir şey var idi. Ən çox dəyişən chapter mavi cəhənnəm oldu. Çünki mavi cəhənnəmi 17.000 kəlməni yazmışam. Qalanların hamısı 7.000, 6.000, 5.000 normal oldu. Onu yazınca canım çıxıb. Yazı prosesindən sübutlar. Məsələn, Hosok'un orada oxuduğu bir də kitabın adı Gənc Veterin İzdirablarıdır. O kitabın için o kitabı sırf Hosok oxumusun deyə o kitabı ilk özüm oxudum. Orada lazımlı cümlələri seçdim ki, Hosok kitabı oxuyanda maraqlı gəlsin. Ən qorxduğum şey də şeydir, insanların o anlamaması deyil də, yəni xarakterlərin hiss etdiyi şeyi hiss eləməmələridir. Yəni nə bilim. Belə kitabım çıxır. Sonunda. Kitabın qapağını hələ göstərməmişəm, bilirəm. Neysə, kitabın linkini əslində qoya bilərdim. Çünki linki hər yerdə var, amma çıxandan sonra bu ehtimal qoyacağım, hələ baxmıyorum. Sonra qapağını buradan qoyuram, bax. Düzdür, arxasında bəzi spoilerlar var. Yəni, arxada yazılan yazılar yox bu arada. O başı qopan Quguşu hər şeyi danışırdı, axır sözə qədər hər şey. Quguşun dilindən olmasa da Quguşu orada çox böyük bir rolu var. Ona görə Quguş orada spoiler kimi qalıb. Əslində çox danışdım, daha çox danışa bilərdim. Prosta ki, nə danışım bilmirəm, yəni kitabım haqqında başqa nə deyə bilərəm ki? Kitabım çıxır. Sizə də çox təşəkkür edirəm. Kitabımı oxuyan hamı çox sağ olsun kitabımı oxuduqlarına görə. Sonra şey demişlər, kitabı yazıb qutarmışam, mən deyəcək kitabı özün yazmısan, ya hardansa köçürmüsən. Mənə deyirdilər ki, sən o kitabı ChatGPT-dən köçürmüsən, o kitabı özün yaza bilmərsən. Yəni, belə yaza bilirdinizsə, gedib özünüz yazırdınız da. Mənim kim bəyənmirdinizsə, özünüzün üçün yaza bilərdiniz. Əsas odur, mənim kitabım çıxır. İnşallah oxuyub bəyənərsiniz. Oxuyan hamıya çoxlu sağ olun bilmək istəyirəm. Sağ olun.